Söhbətə başlamamışdan öncə əziz qardaşlarımızdan və bacılarımızdan xahişim budur ki, imkan dairəsində söhbət zamanı mobillərdən istifadə olunmasın, imkan dairəsində. Məgərin ki, zərurət ola bilər. Bu məclislər, münasibətlər ildə bir dəfə olur və bu fürsətlərdən istifadə edək. Mən həmişə tövsiyə edirəm ki, əziz bacıları və qardaşlar, istər sosial şəbəkələrdə olsun, istər belə əyani söhbətlər olsun, dilimizi məntiqli formada çatdırmaq lazımdır insanlara. Amma bu söz səhv anlaşılmasın, bizim dilimiz onsuz da zaten məntiq üzərində qurulur. Fundamenti, təməli məntiqdir. Quranda ayələr var da, Allah Teala insanları müxtəlif formalarda ağıldan istifadə etməyə dəvət edir. Və onlardan da biri ulil əlbab, yəni ağıl sahibləri. Niyə bunu görə deyirəm? Sosial şəbəkələrə diqqət eləsəniz, o kəslər ki, fəaliyyət göstərirlər dilin əleyhinə, niyə görə bu işi görürlər? Əgər qarşı tərəf görsə ki, tərəf savadlıdır, bəsirətlidir, heç vaxt o cürət eləməz. Amma görəndə ki, bu ölkənin cəmiyyətinin misal üçün çoxsunu anlatmaq olar, rahat şəkildə gəlib danışırlar. Əslində mən bir təşəkkür edirəm sizlərdən ki, məni dəvət etmişsiniz. Elə bu dəvəti alandan sonra mənim zehnimə gəldi ki, 2 dənə önəmli mövzunu hazırlayayım, amma hamısını bura yerləşdirmək olmaz bu məclisə, vaxt baxımından. Amma ikisi də çox önəmlidir. İmkan olarsa, indidən elan edirəm, imkan olarsa, yəni bir fürsət yaransa xidmətinizdə olarım inşallah. Bugünkü məclisimiz nə ilə başlayacaq? Nə ilə başlayacaq deyəndə elə onunla başlayıb, ondan bitirəcək. Yəni mövzu odur. İmam Hüseyin əleyhissalamın məşhur konyələrindən biri Əbu Abdillahdır. Mən bilərək də bunu deyirəm, çünki məşhur odur ki, Əbu Abdillah deyirlər. Amma elmi qardaşlar bilir ki, Əbu Abdillahdır. O hallara düşəndə dəyişir, Əbi Abdillah, Əbu Abdillah. Amma məşhur budur. Mövzumuz bu olacaq, çox önəmlidir bu. Əbu Abdillah 2 imamın konyəsidir. Biri 3-cü imamdır, İmam Hüseyin əleyhissalamdır ki, əza məclisində iştirak edir. Biri də 6-cı imamın konyəsidir. Amma tələbə dili ilə desək, təbadur zehni, yəni o ki, ilk insanın zehninə gəlir, İmam Hüseyin əleyhissalam ağadır. Konya haqqında bir dənə qısa məlumat vermək istəyirəm. Ərəblərdə addan əlavə, ad ki, bütün millətlərdə var da, bizlərdə var, qadın adı var, kişi adı var. Ondan əlavə 2 növ ad da var, konye və ləqəb. Konye bildiyiniz kimi 3 sözlə başlayır, ismə əlavə olunur. Biri əbdir, ata deməkdir, ana və ibn, oğul deməkdir. Müxtəlif səbəblər yazırlar. İndi demək olmaz ki, o səbəblərin hamısı düzdür. Düzü də olan var, düzü olmayan da var. Amma ümumi səbəbi odur ki, ərəblərin mədəniyyətində belə bir şey var ki, ondan niyə istifadə edirlər? Hörmət əlaməti olaraq və yaxud mən bir yerdə oxumuşdum, xüsusən də qadına nisbətdə ərəb mədəniyyətində qadının adını çəkmək pis başa düşülür. Misal üçün deyil, qeyrətsiz hesab olur deyə o qadın adını çəkmək üçün bundan istifadə olur. Məsələn deyil, Ümmü Kulsum. Amma bu tək adla deyil. Məsələn, o belə bir izah var ki, bu konye, bu əb, bu sözləri evin böyük övladına əlavə olunur. Adətən, nə həmişə. Amma həmişə belə deyil. Məsəl üçün, İmam Əli əleyhissalamın məşhur konyələrindən biri nədir? Əbu Turab. O demək deyir ki, İmam Əli əleyhissalamın Turab adlı oğlu olub, məsələn, Əbu Turab deyilir. Bu, o cəhətdən imama deyilir ki, imam çox təvazükar olduğu üçün, o farslıda da var, deyilir falan kəs hakidir. Yəni, təvazükar adamı o torpağa bənzədirlər ki, yəni özünü dartır. Nəyin müqabilində? Təkəbbürlü müqabilində. Təkəbbürlü insan adətən özünü dartır. Quran nə deyir? Deyirlər təmşi fil ardı maraha. Yer üzündə təkəbbürlə gəzməz. Sonra davamında nə deyir? Deyir, sən nə dağdan ucasan, nə də yeri yara bilərsən. Baxın, görün Allah nəyi misal vurur. Çünki təkəbbür insan adır özünü üstün tutur. Və yaxud Allah lənət eləsin, Məlun İbn Mulcəm, Mulcəmin oğlu. Və bu kimi, çox istəmirəm burada bu ədəbiyyat məsələsi, sadəcə yeri gəlmişə dedim. Dediyimiz kimi bu 2 imamın konyəsidir.
Amma səbəbi var. İmam Sadıq əleyhissalam da qısadır deyəcək bunu. İmam Sadıq əleyhissalamın niyə Konyası Əbu Abdullahdır? Deyilənə görə İmam Sadıq əleyhissalamın Əbdullah Əftəh adlı oğlu olduğu üçündür. Bu qısa formada deyirəm. Bəs İmam Hüseyndə necədir? İmam Hüseyndə iki səbəbdir. Əsas mənim fikrimdə tutduğum o ikinci səbəbdir. Birinci səbəb İmam Sadıq əleyhissalamla olanda müştərək səbəbdir. İmamın da Əbdullah adlı oğludur. Əbu Abdullah deyir. Yəni Əbdullahın atası. Amma əsas ikinci səbəbdir. Onun üzərində bəhs edəcəyik. Mən bir dəfə neçə il bundan qabaq, hardasa 30 ilə yaxın bundan öncə bir seyid söhbət edirdi. Orada demişdi, bu həddə demişdi. Amma mən onu özüm geniş izah edəcəm. Ağa buyurdu ki, ikinci səbəb nədir? Niyə İmam Hüseynə Əbu Abdullah deyirlər? Yəni, Allah bəndəsinin atası. Abdullah burada adam adı kimi getmir. Allah bəndəsi tərcümə olunur. İmam Hüseyn Allah bəndəsinin atasıdır. Bu çox önəmli bir şeydir, əziz qardaşlar və bacılar. Biz təəssüflər olsun, hamı yox əlbəttə. Bəzi elm əhli var, diqqət edirlər, təhqiqat aparırlar. Niyə görə bu ad bu imama verilib? Niyə imam bu sözü dedi? Bunlar çox önəmlidir. Yeri gəlmişkən bunu dediyim ki, İmam Hüseyin əleyhissalama bu Konyanı ilk dəfə verən Həzrəti Peyğəmbər özü olub, ağa dünyaya gələndə. Həzrəti Peyğəmbər də səbəbi olub deyib. İndi bunu istəyirik araşdıraq. Necə yəni İmam Hüseyin əleyhissalam Allah bəndəsinin atasıdır? Məlum məsələdir ki, burada mənəvi atadan söhbət gedir. Özdə bu böyük yük qoyur ha bəşərin boynuna. Yəni dünyada dinindən, dinsizliyindən, inancılığın olub olmamasına asılı olmayıb. Hər kim varsa İmam Hüseynə itaat eləməlidir. Bu çox önəmlidir. Bunu hardan deyirik? Var, baxın diqqət edin, var iki növ ata var. Biyoloji ata var, bir də mənəvi ata var. Biyoloji ata o məlum məsələdir də, cismən övlad ondan əmələ gəlir. Onun işi yalnız övladın dünyaya gəlməsi vasitə olmaqdır. Amma əsas mənəvi atadır. Bəli, eləyə bilər bir insan həm mənəvi ata olsun, həm biyoloji ata olsun. Məsələn, İmam Hüseyin əleyhissalam. İmam Hüseyin əleyhissalam ağa öz övladlarına nisbətdə həm biyoloji atadır, həm də mənəvi atadır. Amma Əbu Ləhəb, məlun, ancaq biyoloji atadır. O mənəvi ata ola bilməz ki, çünki onun mənəviyyətdə xəbəri yoxdur. Amma bu Əbu Abdullah balaca bir söz deyir ha. Tək Konyaya deyil, məna yatır içində. Mənim öz çatdığım yəqindir bu. İmam Hüseyin əleyhissalam hər bəndənin, Allah bəndəsi atasıdır, mənəvi atasıdır. Mənəvi ata neyini? Müəllimdən götürək də, adi müəllimdən götürək. Müəllim neyini? Müəllimlər ki, bizim biyoloji atamız deyil, valideynimiz deyil. Bizi tədrislə, tərbiyyətlə islah edirlər. O müəllimin ən üstünü Allah övliyalarıdır ki, onlardan biri İmam Hüseyin əleyhissalam ağadır. Bu barədə mən söhbət eləmişdim, həm qismət oldu, Azərbaycanda olanda neçə il bundan qabaq dəvət olundum, söhbət elədim. Bir dəfə də burada studiyalar birində. Orada başqa mövzuydu, amma hamısı eyni məsələ çatırdı. Orada mən mövzunu belə seçmişdim ki, Həzrəti Peyğəmbər tək möminlər üçün yox, bütün bəşəriyət üçün örnəkdir. Hətta eşitdiyimə görə, sonra eşitdim ki, Ustad Misbah, Allah rəhmət eləsin, ağa da bu nəzərdə olub. Deməli, orada qısa deyəcəm, orada mən ispat elədim ki, əqli dəlillərdən əlbəttə istifadə eləmək lazımdır. Çünki Peyğəmbərin bütün bəşər üçün örnək olmağını Quranla istifadə eləmək mümkün deyil axı. Əqli dəlil lazımdır. Əqli dəlil Quranla birləşdir, nəticə verilir. Orada sadəcə bu deyim ki, Peyğəmbərin iki cür örnək olması var. Minimum və maksimum. Minimum möminlər üçün, bunu hamımız bilirik. Qurandan, hədislərdə yetəri qədər sübutlarımız var. Bunu bilirik, bəhs eləməyə ehtiyac yoxdur. Maksimum keçir bu həddi. Artıq qeyri-möminlər üçün də əziz Peyğəmbərimiz örnəkdir. Bunu o yerində bəhs eləmişəm, burada bəhs eləmirəm. Ona oxşar bəhsi burada edirəm. Əbu Abdullah, İmam Hüseyin əleyhissalamın ağanın da Peyğəmbərdə dediyimiz kimi iki cür mənəvi ata olmaq həddi var. İki cür dedik, iki həddi var. Minimum həddi, maksimum həddi. Minimum həddi möminlər üçün. Bunu bilirik. Şiyələr üçün də ən azından. Maksimum həddi şiyə, qeyri-şiyə hamı üçündür.
Bu iddiadır, sırf iddiadır. Amma səbəb lazımdır. Dəlil lazımdır. Biz tələbələr nə deyirik? Nəhnu əbnəu dəlil. Biz dəlillərin övladlarıyıq, oğlanlarıyıq. Ya Quran nə deyir? Hatu burhanakum. O Yahudilərlə xristiyanlar ki deyirdi ki, ancaq Yahudilər cənnətə gedəcək ya ancaq xristiyanlar. Allah deyir, bu sadəcə bir xulyadır. Dəlil gətirin. Mən subuta başlayıram. Birinci subutumuz əqli subutdur. Əqli. Çünki istəyirik İmam Hüseyin Əleyhisselamın mənəvi ata olmasını bütün bəşər üçün subut edək. Əlbəttə, burada yer gəlmişən deyim ki, Həzrəti Peyğəmbərimizin də özü və Əli Əleyhisselam haqqında belə bir cümləsi var. Deyir, Ənə və Aliyyun əbə və hədihil ümmə. Mən və Əli ikimiz də bu ümmətin atasıyıq. Burada mənəvi ata nəzərdə tutur. Yeri gəlmişən dedim. Dəlilə başlayırıq. Əqli dəlil hansıdır? Bir dənə xahişdən diqqət edin. Hamısı bir-birinə bağlıdır bu məsələlər. Bu əqli dəlilin iki dənə müqəddiməsi var, iki dənə müqəddimə nəticə alırıq. Birinci müqəddiməsi nədir? Hər insan təbiyyətcə, tələbə dilinə desə, zatən Azərbaycan sözlərində çevirirəm ki, sonradan bizi dinləyən Azərbaycanlar da başa düşsünlər. Hər insan, fikriniz məndə olsa, zəhmət olmasa, hər insan təbiyyət, baxın sözə bir dənə diqqət edin, məclis tələbə məclisidir, mucibə külliyə. Hər insan, maniyələrin işimiz yoxdur ha. Hər insan təbiyyətcə zatən kamilliyi sevir. Subut edəcəm onu. Özü də kamilliyin ən yüksək dərəcəsini, zirvəsini. Amma mani olmur, üzrsə mani olur, o çatmır, ya nəysə həvəs olur, başqa məsələ. Amma özünə qoysan onu, o təbiyyətcə kamilliyi sevir və yüksək zirvəsini. Subut gətirməli, hər müqəddimədə subut olunmalıdır. Əlbəttə, bəzi müqəddimələr o bilər vacih olsun, aydın olsun, amma o müqəddimə ehtiyac. Hardan deyirik ki, hər insan təbiyyətcə kamilliyi sevir? İki dənə misal vuracağım sizə, diqqətiniz məndə olsun. Birinci uşaq. Balaca uşaqdan soruşsan ki, misal üçün də, misal. Desək ki, məsələn, sən böyüyündə nə olmaq istəyirsən? Misal üçün deyir, mən həkim olmaq istəyirəm və yaxud futbolist olmaq istəyirəm. Deyir, sən istəyərsən ki, dünyada ən birinci, ən mahir həkim olasan, səndən üstün olmasın, deyəcək bəli. Bəs bu subutdur ki, bu uşaqdır, bu üzü İslam ifadəmə görə, bu zirəncliyi, afyoruğu bacarmır ki, deyək ki, qurma qurur deyir, bunu kim söylədir. Bu uşaqdırsa, deyir, fiqdə də var, deyir ki, uşaqdan soruşur, nəyinsə düzgünlüyünü, çünki uşaq yalan danışmır. Əlbəttə, hər uşaq yox, bir həddə də. Deyir, bəli, buradan başa düşür ki, bəs insan fitrətən bunu istəyir. Bir dənə misal gətirim? Gətirim. Amma bu böyük adamdır. Kim? Firon. Naziyyət Surəsi 24-cü ayədə nə dedi? Diqqət edin. Təhlil edirəm. Dedi, Ənə Rabbukumul A'la. Mən nə dedim bəyəkləri müqəddimədə, mucibə külliyyədə? Dedim ki, hər insan üçün nə yatır? Mömin, qeyri-mömin. Ümumiyyət heç nə qəbul eləmir. Firon, misal gətir, Firon kafir idi, bunu hamımız bilirdik. Buradan başa düşürük ki, kamilliyi sevmir. Mən niyə israr edirəm, təkrar edirəm bu sözü? Yəni, buradan mən sizə subut edirəm ki, Allahın köməyinə, bu təbii bir şeydir, kamilliyi sevmək. Kafir də, qeyri-kafir. Amma kamillikdə səhv olur, o başqa məsələ. Məsələn, dünyapərəst, bahalı maşınları var, bahalı evləri var, dünyanın ən varlısı adamıdır, kamilliyi onda görür. O səhv edir, başqa məsələ. Amma kamillik təbiidir. Firona bir dənə diqqət edin, dedi, Ənə Rabbukumul A'la. Elm əhli bilir. A'la, ali sözünün əfələ təfsil, yəni ən üstün formasıdır. Nə deməkdir bu? Yəni, məndən üstünü istəmirəm olsun. Və yaxud nə dedim? Dedim, kamilliyi istəyir və ən yüksək zirvəsini. Yəni, Firon, pərverdigarlıq, Rəbb iddiasından əlavə istəyirdi ki, ən yüksək, bundan üstün olmasın. Mesela bu da bir subut. Birinci müqəddiməni iki dənə nümunəni subut elədik. İkinci müqəddimə nədir? Bu da çox önəmlidir. Birləşməsi nəticə almayacaq. İkinci müqəddimə budur ki, əsl kamilliyi Allah bilir ancaq. Çünki dedik, kamillikdə səhv eləyən var axı. Adam elə ki, kamillik puldadır, kamillik var dövlətdədir. Yox, Allah deyir, mən bilirəm. Mən bəzi yerdə misal vururam, deyirəm ki, insan, misal üçün bənzətmə eləsəcək, paltar yağ maşının misal vururam,
Bunu düzəldən onun instruksiyasını verir də, deyir bunun suyu nə qədər olmalıdır, necə istəyir, nə dərəcədə olmalıdır, hansı paraşütdən istifadə eləməlisən ki, bu tez xarab olmasın. Allah da mədə yaradıb, mədə elə bir baxdı, maşın bakı kimi bir ürək də motordur, deyir ki, bu mədiyə nəyi tökərsən, hansı benzini tökərsən, ürəyində ömrü o qədər uzanar. Kamilliyi Allah bilir. Allah da hər bəndə ilə danışmıraq. Diqqət edin, ha sözlər bir-birinə bağlıdır. Allah xüsusi insanlar seçir. Bəzilərini birbaşa, peyğəmbərləri, canişinlərin bir vasitə ilə. Deyir, əgər əsl mən bilirəm kamilliyi, tələb edilirsə əvvələn bezzat, saniyən bilərəz, ikinci mənim övliyalarım bilir. Bilmək istəyirsən ki, əsl kamilliyi nədir? Mən ki, deyə bilmərəm, sən hər adam danışmıram. Deyir, buyur mənim övliyamdan soruş. Övliyadan biri İmam Hüseyin əleyhissalam ağadır. Bəs birinci dəlilini biz sübut elədik ki, İmam Hüseyin əleyhissalam bütün bəşər üçün mənəvi atadır. Çünki əsl insanı əsl kamilliyə, insani kamilliyə çatdıran insan kim ola bilər? Ancaq mənəvat ola bilər də. Burada ola bilər sizin zehninizə sual yaratsın, sonradan da kiməsə deyə sual yaratsın ki, bu nə sözdür? Ola bilməz axı, bu absurddur. O ki, İmam Hüseyin ümumiyyətlə Allahı qəbul eləmir. İmam Hüseyini qəbul eləmir. Bu İmam Hüseyin necə onun üçün ata ola bilər mənəvi? Mən bayaq dedim, yenə təkrar edirəm. O maniyələr var. Böyüdüyü mühit onu elə formalaşdırıb, imansızdır. Alimlərimiz bənzətmə elində deyir ki, günah paslandırır qəlbi. Məcazi mənada. Müxtəlif şeylər dünya bağlılığı səbəb olur, bilmir. Amma bunu başa salsa, əlbəttə savadlı olmaq tək kifayət eləmir. Qarşı tərəf savadlı olmalıdır, dərrəkalı olmalıdır, elmi də olmalıdır. Məsələn, məşhur ateistlər Friedrich Engels, Karl Marx, Friedrich Nietzsche savadlı insanlar idi. Hətta bizim ustadlarımızdan biri dedi ki, qəti onlara hörmətli eləmək olmaz. Onlar, siz onları adi ateistlərlə müqayisə eləməyin. Onlar bir təfəkkür sahibidir. Bəs dedim, ustad, niyə görə qərb aləmində, qeyri-müsəlman aləmində əksəriyyəti onlar ateist olan müsəlmana da ilahiyyatçıdır filosoflarımız. Dedi, o başqa amilləri nəzərə almaq lazımdır. Onlar da onlarda cəm olsaydı, onlar da qəbul edərdi ki, həqiqətən, çünki insan iki hissədən ibarətdir. Məna, mənəvi, ruh və cism. Cismi sən kamilləşdirirsən, heyvani üzr istifadəyə görə, heyvani amillərinə, yemək, içmə, bu kimi şeylər. Mənəviyyəti mənəviyyatına. Sən əgər insansansa mənəvi baxımdan inkişaf eləməlisin. Yoxsa sənin dörd ayaqlı nə fərqin olacaq? Ulaikə kəl-ən'am bəlhum azal. Onlar dörd ayaqlı kimidirlər? Deyir, onlardan da aşağıdırlar. Daha da yolların azdır. Çünki onların ağlı yoxdur bu pis işi görür. Sənin ağlın olur bu işi görürsən. İkinci sübutla üçüncü sübut nəqlidir. Nəqli yəni əqli olmayan dəlil. Quran, hədis. İkinci nədir? İkinci sübut budur. Diqqət edin. İnsanın, bilirsiniz da, insan ki yaranıb, ateist deyir ki, mən bəzi bilir, ateist olsa Allah'a qəbul eləmək, sən ha cənnətdən, cəhənnəmdən danış. Elə şey var ki, mənim qəbul eləməyimdən asılı deyil. Eləsəm də, eləməsəm də, indi gecədir. Mən nə qədər desəm, gününüzdür, gecədir. Ateistlərə mən bəhsimdə deyirəm, mənim öz ixtisasımda fəlsəfədir, bəhsim olur ateistlərlə. Mən deyirəm, sən qəbul eləməsən də, eləsən də sən gedəcəksən, cəhənnəmə gedəcəksən. O, biri var idi, adını unuduram, 20-ci əsrin ateistidir, yadıma düşsə deyərəm. Əsas o, oxumuşdum bir yerdə o. Özü də əxlaqı baxımdan da problemi var onun. O, əməli başı müsahib Allah, deyirlər, bəs özü də məşhur ateist da, belə adi adamlardan deyil, riyazisi də güclüydü onu. Deyir ki, bəs sizə birdən öldünüz, gözünüz açdınız, gördünüz ki, var o dünya. Allaha nə deyəsən, deyəcəm ki, sən mənim qabamı qəşə sübut qoymalıydın. Bu bəhanədir. Bunu bəhs eləmək istəmirəm. Bunu demək istəyirəm. İkinci dəlil budur. İmam Hüseyin əleyhissalamın bütün bəşər üçün mənəvat olması. Bizim beşdə getməyimizin yeganə yolu Allah övliyası. Niyə? Çünki Allah övliyası mənəvi atadır. Mənəvi ata ancaq bizi vasitəsilə bilərdi 5-20 üçün. Dünya vaat eləyəməz ki bunu. O ki, günaha səbəbdir. O övliyalardan biri də İmam Hüseyin əleyhissalam ağadır. Bir dənə də məşhur hədis var Həzrəti Peyğəmbərimizdə. Əlbəttə Həzrəti Peyğəmbər bunu İmam Əli haqqında deyib. Amma bunu İmam Hüseyin nisbət verə bilərik də, fərq eləmir ki. İndidən zehninizi saxlayın. Bu deyəcəyimiz bütün sözləri bütün Allah övliyasında
peyğəmbərlərdə və Allahın canişində tətbiq edilmiyorlar. Sadəcə məclis İmam Hüseyin məclisidir, biz bunu deyirik. Əlbəttə İmam Əlinin başqa peyğəmbərlərdən üstünlüyü var, özü buyurur ama. O başqa məsələ. Deyir, mən Hz. Muhammed s.ə.v-in çıxmaq şərti ilə digər peyğəmbərlərdən üstünəm. Səbəbini də açıqlayır ki, mən tərki oğlu eləməmişdim. Oğlu bilirsiniz, var yaxşı, bir də var ən yaxşı. Adam əleyhissalam haqqında irad edirlər ki, niyə elədi, peyğəmbər idi, məsum idi, deyir, o günah eləməyib, sadəcə ən yaxşını tərk edib. Həzrət Əli deyir, mən onu eləməmişəm. Bir səbəbdir, bu bir səbəbdir ki, mən üstünəm olarım. Həzrət Peyğəmbərlər bunu məşhurdur. Deyir ki, Ya Ali, innəkə qasimul cənnəti və nar. Sən cənnəti və cəhənnəmi bölənsən. Yəni, sən deyəcəksən ki, kim cəhənnəmə keçir, kim cənnətə. Sözümüzün ikinci sübutumuz da oldu da. Sonra buyurur ki, deyir, tudxilu muhibbikəl cənnə və mubğidikəl nar. Səni sevənləri, balaca bir məqam deyir, səni sevənləri cənnətə daxil eləyəsən, sevməyənləri cəhənnəmə. Allah Teala və yaxud Peyğəmbər burada qeyd gətirir, umumi deyir, səni sevənləri. Təkcə imansız müsəlmanlara aid deyir ki, ya zahirdə namaz qılıb başqa işlərlə məşğul olan möminlər üçün deyil ki, hamı üçündür. Mütləq şəkildə deyir. Mütləq. Yəni, ya Əli, sən bütün bəşər üçün mənəvi atasan. İmam Hüseyin əleyhissalam hamısı da elə övliyadır, hamısı da şamil eləmir. Bunu sadəcə yeri gəlmişkən dedim. Amma elə o ikinci dəlilin əvvəli kifayət edirdi. Üçüncü dəlil də nəqlidir. Deyir ki, məşhur hədisi deyir, İnnəl Hüseynə misbahul hudə və səfinətun necə. Burada ola bilər bəzi qardaşlar təzə tələbə olsun da mən bəzilərinə söhbət eləmişdim, bəzi səfərlərdə elə bildim, ayəni oxusam, məsələn, başa düşür, dedi, yox, mən təzəyəm deyib, məcbурən tərcümə edirəm, əziz savadlı qardaşlarımızı üzr istəyirəm. Deyir, həqiqətən şübhəsiz Hüseyin hidayət çırağıdır və nicat gəmisidir. Burada yeri gəlmişkən deyim heyifdir. Düzdür, mövzumuza aidiyyət yoxdur. Hədisin o bənzətmə görün nə gözəl bənzətmədir. Deyir, həqiqətən Hüseyin, baxın, hidayət çırağıdır. Bax, bəyək nə dedim söhbətin əvvəlində? Sözlərə diqqət edin. Peyğəmbər İmam Hüseyin xaliqi kimi hikmət sahibidir. Boş demirlər sözü. Hərəkətlərdə, sözlərdə yeri var. Niyə bənzətmə edir? Hidayət sözü nədir? Hidayət sözünü Azərbaycan deyəndə bəzilər başa düşmür. Yəni, yol göstərmək, düzgün yol göstərmək. Misbah, fanar deməkdir da, çıraq. Fanar adətən biz nədə istifadə edirik? İşıqda istifadə edirik ki, qaranlıqda istifadə edirik. İstifadə edirik ki, yolumuzu düz gedək, azmayaq. Zahiri azmaq nə olur? Əğim ilişəcək arasa, təhlükəyə uğrayacam. Mənəviyyatda da mənəvi baxımdan azacam, yəni günaha gedəcəm, cəhənnəmə əyli olacam. Yəni, İmam Hüseyin əleyhissalam həmən o qaranlıqdakı fanardır. O səfinətün necə gözəldir. Mən onu bir dəfə, çünki bütün cəmiyyət üçün danışırdım, sosial şəbəkədə cahillər də dinləyir insanı, Titanik gəmisi misal vurdum. Dedim, Titanik gəmisi batanda, ya hər gəmi, o batır da özü, gəmi batırsa o xilas edilmə, başqa bir gəmi gəlməlidir o xilas eləmək üçün. Deyirəm, bax o, İmam Hüseyin o həmən o nicat gəmisi, o batan yox. Batan o günahkardır, Əbu Ləhəbdir, Əbu Cəhəldir. Əgər onun gəmisinə minsən, məcazı mənədə batacaqsan, o Titanik gəmisi kimi. Amma İmam Hüseynin gəmisi batmır. Bu da mütləq şəkildə deyilir. Peyğəmbər qeyd gətirməyib, qeyd vurmayıb. Bir dənə də səbəb gətirim, o da ağıldan qaynaqlanır. Mən onu həmişə deyirəm, yenə deyirəm, demişəm, deyəcəm. Bütün insanların xaliqi bir dənədir. Allah Teala deyilmi məgər? Baxın, özümüz, bu heç söhbətində yox idi, indi zeynimə gəldi. Bütün insanların xaliqi məgər Allah deyil. Yaponun da, Budpərəst Yaponun da, Budpərəst Hindistanın da, Şiyəni də alsın. 1, 2. Allah məgər adil deyilmi? Ədalətinin də analığı yoxdur. Necə ola bilər? Allah deyir ki, mən ancaq Azərbaycanları yaratmışım. Cənnətə geçsinlər, Yaponlar cəhənnəmə geçsinlər, misal üçün. Bu iki müqəddimə yanaşı qoyanda, bəs bu sözlər əslində hamısına aiddir. Bəs o iradda düzdür, filan kəsin əqidəsi yoxdur, imanı yoxdur. İndi ayələrə bir dənə diqqət edin. Elm əhli bilir. Quranda iki cür, iki növ ayə var. Bəzən deyir insanlar, bəzən deyir möminlər. Subut gətirir? Bəli.
Oradakı möminləri deyir, baxın Bəqərə surəsinin 2-ci ayəsi. Deyir, "Zəlikəl kitab la raybə fi hudən lil muttaqin." Yəni Quran müttəqinlər üçün hidayət yoludur. Əlbəttə elmi bəhsdə belədir. Kəlamı gəlkülü kəlam sözünü çəkər. Burada da başqa söhbətlər eləmək olar ki, niyə görə Allah Taala müttəqiləri hidayət edir? Axı bu paradoksdur, təhsili hasildir. Bu əgər müttəqidirsə, Quran onun cavabı var. Yerində vermiş Allahın şöbələn. Burada onu demirəm. Burada deyir, hudən lil muttaqin. Alimlərimiz deyir ki, burada hudən düzdür, məsdər formasında gəlib, amma əslində hadidir, ismi faildir. Yəni Quran müttəqiləri, möminləri, Allahdan çəkinənləri hidayət edir. Amma həmin surənin başqa ayəsində görün nə deyir? Bəqərə surəsinin 185-ci ayəsi. Deyir ki, hudən linnas. Əvvəli belədir. Unzilə, lab əvvəlini oxumuram, ayə böyükdür. Deyir, unzilə fihil Qur'an hudən linnas. Nas yəni də insanlar. İkinci ayəyə əsasən Quran müttəqinlərin, möminlərin hidayət edənidir, düz yola çəkənidir. 185-ci ayəyə əsasən bütün insanları. Baxın, bu qədər danışığımı Qurandan sübut elədim. Tək ağıldan istifadə eləmədim. Quran da onu deyir. Elə isə o şübhələr getməli kənara, bəs niyə misal üçün Allah lənət eləsə, məlun, məsələn Trump, Netanyahu, nə bilim filan, onlar niyə eləmirlər? Dediyim kimi maniyələr var. O maniyə olmasa, maniyə qoyur. Baxın, səhv eləmirəmsə, Ömər-i Səəd olur. Səhv eləmirəmsə, orada ona deyirlər ki, bəs sən bilirsən ki, Peyğəmbərin övladıdır. Peyğəmbər bunun haqqında sözlər deyib. Hüseynun minni və ənə min Hüseyn. Qismət olursa, söhbətin əvvəl dedim. Bu hədisi izah eləyəcəm gələn söhbətimizdə inşallah. Bəs bu cürə daima tövsiyə eləyib falan. Deyir, düz deyirsən. Bir dənə diqqət eləyin. İmam Hüseyni öldürənlərdə biri görün nə deyir? Deyir, düz deyirsən. Ağlım qəbul, amma bu qəbul eləmir. Bəs tək savat kifayət eləmir. Tək ağıl kifayət eləmir. İman da lazımdır. Mən əqli dəlillə sübut elədim, bu da ayədir. Hudən lil muttaqin, hudən lil nas. Allahın iki cür müraciət forması var. Bəzən deyir, ya əyyühəllezina amenu, bəzən deyir, ya əyyühən nas. Amma çox güman yəqin ki, vaxt bitir, çox vaxtınız almayayım inşallah. Burada o dediyimi, o hudən lil muttaqin niyə deyir? Qısa formada deyim. Cavabı budur ki, Allah Taala o qədər adil Allahdır ki, balans qorunmaq üçün həm müttəqiləri xəbərdarlıq edir, həm namazda olmayan qeyri-müttəqiləri. Qeyri-müttəqilərə deyir ki, namaz qılmasan, oruç tutmasan, ibadət əhli olmasan, cəhənnəm gözləyirsən. Amma möminlərə də deyir ki, çox elə ibadətlərinizlə öyünməyin. Namid olmayın, amma öyünməyin. Diqqət eləmiz, çox edir ki, ləalləkum təttəqun. Quran Ramazan haqqındadır da. Deyir, o kəslər ki, iman gətirmişsiniz. Kutibə aleykumus siyam kəmə kutibə aleykum min qablikum la'allakum təttəqun. Deyir, ey iman gətirmiş kəslər, möminlər. Sizə yazıldı, vacib oldu oruç tutmaq. Necə ki, sizdən öncəki vacib olmuşdur. Bəlkə deyir, nicat əhli olasınız. Sual yaranır ki, əgər bu amildirsə mənim nicat, cəhənnəmdən nicat tapağıma, bəs niyə şəkildə danışır? Bir səbəb odur ki, yəni çox övmək də olmaz. Alim olub, alim, tanıdığımız böyük müştəhidlərdən birinin həmbəhsi olub. Ona müştəhidlik verilib, o məqama çatıb, Allah deyib ki, sən zalimsən, ağzı verirlər. Sən mənə zülm elədin. Alim onu deyəndən sonra biz cahili başa salaq ki, bəs Quranda ayə var ki, Əlləysəl insan illə ma səə. İnsan ancaq çalışdığı qədər nəticə alır. Bunu mən bir dəfə ateist fikirli insanlarda mən dedim, Rusiyadaydım, ateist fikirli cavanlar idi. Məhdə qaldı. Gördüm, iradə edir, mən tez başa düşdüm nə demək istəyir. Dedim, saxla, davama ehtiyac yox. Dedi, bəzi müsəlman ölkələri geri qalıblar, nə bilim, inkişaf eləmirlər. Dedim, bilirəm nə demək istəyirsən. Demək istəyirsən ki, yəni işlərsən ki, namaz qılırsa, oruç tutursa, inkişaf eləməlidir. Xeyr. Allah, dedim, harada söz verib Quranda elə bir ayə var, desin ki, namazın nə qədər çox olsa, sən BMW Toyota düzəldəcəksən. Deyib, Əleysə lil insani. Lil mümin deməyib ki, hər insan çalışsa, nəticəni alır. Sənin namazın, sənin o dünyadır. Mənəvi cəhətən inkişaf eləməlisən, ahirəti qazanmalısan.
Nəinki bu dünyada namaz soxunub. Xeyr, bu dünyada hamı kimi çalışmalısan. Sözümün canı nə idi? Biz bunu cahillərə başa salmaq istəyirik. Alim durur. Ona görə alimlərimizin çox təkrarlı duaları nədir? Deyir, Allah'ım bizi aqibət bir xeyr elə. Çünki indiki hal mühüm deyil. O, mən belə qalacam o önəmlidir. Yoxsa bundan da pis olacam. Diqqətli üstü minnətdaram. Allah hamınızdan razı olsun. Qızıldan qiymətli vaxtınızı ayırdınız İmam Hüseyin Rəsalmağının məclisinə. Ehtiyat elədim, dedim birdən çox olar, yorucu olmasın. Elə bu məqamda onu demək istəyirəm ki, Ayətullah Xameneyi Allah ağamıza rəhmət eləsin. Ağa az danışardı. Bəzilə deyir ki, səhətinə görədir. Amma mən o səbəbinə işim yoxdur. Amma mən deyərdim ki, o həkim bir insan idi. Az danışırdı, mənalı danışırdı. Rusiyanın prezidenti Putin demişdi ki, bir neçə şey onda ağada kəşf eləmişdi ki, bir deyir, az danışır, bir də deyir, təkrarı sözləri yoxdur, təkrarı. O ağa danışanda mən yorulmadan qulaq asırdım. Mən də istədim söhbətimin əvvəlində onu tövsiyə eləyəm. Yəni, əziz xətiblərimizə də tövsiyəm budur ki, birisi də dinləyənlərin də, danışanın da hərəsinin özünün vəzifəsi var. Dinləyən ədəb nöqteyi nəzərdən onu dinləməlidir, fikri yayılmamalıdır, söhbət eləməlidir. O danışan da gələ insaf oladır, ancaq elə danışan öz xeyrinə deməməlidir. O danışan da elə formada danışmalıdır ki, o dinləyən bezməsin. Axırda da Allahımızdan, elə bayaq dediyim duanı istəyəcəm, Allahımızdan istəyirik, Allahımıza ant veririk. Ağa İmam Hüseyin Rəsama, Babul Havaic, Hazətlər qapısı olan Həzrəti Əbülfəzl Abbas Aleyhisselama bizləri aqibət bir xeyr eləsin, amin. Bilirsiniz də, imtihan məsələsi var. İmam Hüseynin sözüdür burada mən deyəcəm. Deyir ki, Ən-nəs abidid dünya, insanlar dünya quludurlar. Və dinu la'iqun alə əlsinətihim. Bu hədisi bəhs eləmək olur. Bir dənə, bəlkə də bir neçə məclislə. Qısa deyəcəm. O duama görə yeri gəldi dedim. Mən həmişə belə izah edirəm. Fərz ilə İmam Hüseyin buradadır. Deyir, ağa, siz buyurursunuz ki, dünya, insana dünya quludular. Görün, bənzətmə gözəldir, ha. Yəni, qul, baxın, bəyək nə dedim? Dedim, bu bənzətmələrin səbəbi var. Niyə qula bənzədir burada? Orada hidayət çırağıdır. Səbəbi var. Qulun ölçü bilirsiniz də, qul. İndi yoxdur, vaxt var idi. Qul tamam şəkildə, tamamilə öz sahibinə bağlıdır. Hətta bir addım elə ata bilməz. Gözlərim istər. Nə deyirsə, tam ona tabidir. İmam Hüseyin qula bənzədir, dünya pərəstləri. Yəni, dünya izin vermədən iş görmürlər. Kərbəla ona şahid idi. Baxın, hədisi axıra kimi oxuyacağım. Əziz qardaşlarımız, bacılarımız, imtihan, bəla sözünün mənası ibtila, iftial babına gedir, o ibtila. Quranda ayə var da, biz İbrahimi ibtila, bəla kimi də tərcümə edilir, imtihan kimi tərcümə edilir. İmtihan bəla da ola bilər də. Əsas o, aqibət bir xeyridir. İnşallah o cür qalaq. Mən bu hadisələrdə gördüm, etirazlarım da var. Biz vətənimizdən məhrumuq indi hal-hazırda. Mən aşağı deyirəm, vətənimi istəyirəm, sevirəm. Mənə etirazlar da oldu ən yaxınlarımdan. Nəyə lazımdır? Gələrdi gül kimi istirahətin, keyfin gedib gələrdi falan. O, əstəğfirullah, özümü müqəssir eləmirəm, İmam Hüseynin yaranları ilə. O, Şimir gəlir, Həzrət Əbülfəzə deyir, axırıncı gecə səfərlərimiz, deyir ki, gəl, əmannamə verirəm falan. Bəla, imtihan vaxtı bilinir. 1000 nəfər adam məktub yazır İmam Hüseyin, axırda 72 nəfər qalır. Hələ bəzi rivayətə görə, o vaxt neçə il bundan qabaq, mən hərəmin qabağında vurmuşlar, 100-ə yaxındır, 100-dən o tərəfidir. Alın, işim yox. O tərəf ola bilər. Bəyək dedimi, o güvəmiyə deyə Allah bəlkə ilə danışır. Ləalləkum təttəqun. İmanlı qala. Baxın, ələk. Baxın, Allah istəsə Netanyahunu da, Trump'ı da, hamısını da bir göz qırpında yoxlar. Kun və yakun. İmam Hüseyin istəsəydi, o qeyri-ilahi gücdən istifadə eləyərdi. Köməyinə də gəlmişdilər. Qeyri, metafizik aləmindən. İstifadə eləmədi. O sözü deyəndə mənim İmam Sadıq əleyhissalamın hədisi həmən vaxtı zeynimə gəldi. Deyir, əbəllahu ən yücirəl umur ilə bi əsbabiha. Allah istəyir ki, hər şey təbii yoluna getsin. Şimir, lənətullah aleyh, xəncəli qoyanda kəsməyə də bilərdi. Bəs insanlar imtihan olmalıdır. Bəyək bir söz işlətdim, ha, Əbu Abdullah yük qoyur böyünümüzə, böyük məna var içində. Burada bir dənə söz deyəcəm, baxın görün Əbu Abdullah kimdir. Əstağfurullah, biz tanıyanmarıq. Hər il
öz həddimizdə tanıyırıq. Əbu Əbdillah canını fəda etdi imtihan üçün. Bir səbəb odur. İstəsə etiraz eləməzdi, dünyasından istifadə edərdi. Bəli, bir səbəb odur ki, Əziz Peyğəmbərimiz buyurur ki, Həzrəti yuxuda görür ki, səni məqtul görmək istəyir, öldürülmüş görmək istəyir. Çox səbəb var. İmam Hüseynin inşallah paylaşım eləyəcəm sosial şəbəkələrdə. Xarici alimlərdir, qadınlarda, kişilər də var. Adi alimlər yox, ha. Biri fizikdir, biri ximiya alimidir. İmam Hüseyin haqqında nələr deyirlər? Ayətullah Xamenei rəhmətullahi əleyh ağa buyurdu ki, düşmən imamı, bizim dinimizi dostdan qəşəng tanıyır. Ona görə də onların dinə vurduğu zərbə daha çoxdur. Deyir ki, yaxşı, ağacan, ağa İmam Hüseyin, sən deyirsən ki, din quludular. Baxın, Kərbəlada o qədər bağlı oldular, dünyaya bağlıydılar ki, bənzətmə edirəm. Elə bir İmam Hüseyin deyir də, gəlin, İmam Hüseyin dedi, yox, dünya qoymur gələk. Deyir, bəs bəziləri axı belə deyir, ya Hüseyin, bəziləri axı deyir, mən müsəlmanam, mən hacıyam, filanam, bəsmədanam, bəs bunlar, deyir, və dinu, ləyiq bana əlsinə deyil. O bəzilərində din oyuncaqdır, ləyiq, Farsda ləqləqəy zəban deyirlər. Dillərində adət şəkil alır. Deyir, o ərəbcəsi zehnində gəlmədi, gələndə deyəcəm. Mənası da davamında. Deyir ki, onlar gözəl bənzətmə edir. Deyir, onlar dinin ətrafına fırlanırlar. Yuhitunahu, yadıma düşdü. Yuhitunahu ma dərrəd məayişuhum. Məişə sözünəndir. İş, yaşamaq. Yəni məişətləri, dolanışıqları bizim də deyəcək. Dolanışıqları, din dolanışıqlarına, dünyalarına problem yaratmayan kimi yuhituna ətrafında fırlanırlar, dindardılar. Axırına qulaq asın, ağır sözdür. Ağa İmam Hüseynin sözü də. Deyir, وَإِذَا مُحِسُّ بِالْبَلَا قَلَّتَيَنُ. Deyir, bəlaya düsəl olduqları zaman, bəla deyirəm, biz tələbəydik, geliş düşünməliyik. Bəla yəni nəyin ki, hökmən kimisə ölməli deyə. Heç kimi ölməyib, heç nədə olmayıb, heç nə əldən verməyib. İmam Hüseyin çağırır, gəlmir. İndi əmin oldunuz ki, bəlanın bir mənasında imtihandır da. Yəni, geliş mənası imtihandır. Onun biri, bu tələbə məclisidir, umuxsusu mütləq məsələsi var da. Hər imtihan bəla deyil və hər bəla imtihandır. Deyər, imtihana düçar olduqları zaman, geldi o zaman, Qallə dəyyanun. Dəyyan, yəni müttəqi, yəni imanlı. Kərbəla göstərdi İmam Hüseynin bu sözünü. İmam Hüseynin Kərbəla getməsinin çox fəlsəfəsi var. Biri də budur ki, mənim özüm çatmışam bu yəqinə. Ağa özünü fəda elədi ki, subut olunsun ki, kimlər həqiqi ağanı istəyirlər, kimlər həqiqi ağanı istəyirlər, kimlər həqiqi dindardır, həqiqi dindar deyil. Gör insan imanda hansı dərəcəsində ki, bunu subut eləmək üçün özünü fəda eləyər. Ola bilər sizlərdə sual yaransın, zehninizə şübhə yaransın, Allah eləməmişsin, ha. Biri də dilləni, biri də dilləni, siz öz işimizi görək, biz öz işimizi görək. İmam Xamenei rəhmətullah nə buyurur ağa? Deyir, biz uduzacaq, uduzmayacaq, əlhamdülillah İran qalib gəldi. Biz vəzifəmizi eləməliyik. Allah hər kəsin cavabını özü verəcək, amma heyf və yenə də heyf ki, tələbə, baxın bu hadisələr səbəb oldu Azərbaycanda, dindarlar tutuldu. Mən deyirəm onu, söhbətlərimin birində bu yaxında dedim, qısa formada paylaşıb. Dedim, Quran yandırılır, mömin ərbəyindən qalmır. Dəfələrlə yaldır Quran. Ged ərbəyinə, amma Qurana niyə etiraz eləmirsən? Cəmiyyəti 90%-dən yuxarı olan müsəlman şiə ölkəsində Quran yandırılır, uşaqlar İmam Hüseyin məclisinə bıraxılır. Mən başa düşmürəm və mənə çatmır ki, sən İmam Hüseyin məclisinə gedirsən, amma etiraz eləmirsən İmam Hüseynin məclisinə bıraxılmalı insanlar. Mən başa düşə bilmirəm. Adi adamları hadisədən başa düşür, özünü rahat eləyir. Bu tələbə, bu oxumuş insan necə? Mən olub tələbələrdən deyib, etiraz eləyib mənə, mən təəccüb eləmişəm. Cavabını da vermişəm. Deyir, bu nədir? Filan kəs danışır, mən onun cıbatından gedə bilmirəm. Tələbə də bu sözü desin, cahil də bu sözü desin. Bunları nə üçün dedim? Siz sevinin, sizə müjdə verirəm, Allahın köməyini. Siz o kəslərsiniz ki, ələkdən keçmişsiniz. Yəni siz, Həzrət Abbas əleyhissalam haqqında mən dedim o söhbətimdə, dedim Həzrət Abbas əleyhissalam, ya əyyəllədinə amenu aminu. Paradoksdur zahiri. Ey o kəslər ki, iman gətirirsiniz, iman gətiriniz. Yəni iman, burada işıq yanır,
Qardaşıma deyirəm ki, dur işığı yandır. Qardaş deyir ki, ya bunun başında problem var, ya da mən ələ salır. Buna təsir hasil deyirlər, bu yanır. Allah deyir ki, iman gətirin, iman gətirin. Yo, paradoks deyil. Allah həkimdir. Həkim yəni boş söz demir, boş iş görmür. Yəni zahirdə öz imanını bilirsən, amma imanını yenilə, update elə, indiki dildə danışsa. Çünki İmam Hüseynin bəhasısı görə Həzrət Abbas əleyhissalam bu ayənin nümunələrindəndir. Bir də mən birinə dedim ki, tələbə ancaq Zərbəzədən Əmrən bazarı gedib başqasına demişdi, o da narahat olmuşdu. Demişdi, o niyə elə deyir? Sən məni o dərəcə çatdırırsan da. Amma bu hadisə səbəb oldu ki, bildi ki, yox. Buradakı oturanlar ancaq Zərbəzədən Əmrən deyil, yuxarı məqamdadılar. Onlar Zərbəzədən Əmrəndə qalıblar. Nə olsun sən mütəvvəl oxumusan, nə bilim, biday oxumusan, hiday oxumusan, nə olsun? Nə nəticəsi? Bunlar hamısı nə üçündür? Haqdan müdafiə eləmişsin. Allah'ım bizləri inşallah haqdan müdafiə edənlərdən qərar verir. Amin ya Rabbil Alemin. Və İmam Hüseyin əleyhissalama, Əhl-i-Beyt əleyhissalama imanlı olan şəxslərdən qərar ver və belə də ömrümüzü başa çatdırır. İnşallah amin ya Rabbil Alemin.